Salam dostlar, bugünkü videomda Türkiye hakkında danışacağım. Türkiye'nin hem daxili hem də xarici siyasəti son dövrlər xüsusilə də çalxalanır. Bugünkü videomda təbii ki, bütün məsələlərə toxunmayacağım və toxuna da bilməyəcəm. Amma əsas istəyirəm ki, üç bir-biri ilə çox bağlı məsələ haqqında müzakirə aparaq. Birincisi 25 sentyabr Erdoğan-Tramp görüşü, ikincisi Hakan Fidanın bu görüşdən sonra açıqlamaları və ümumiyyətlə Türkiyənin daxilində qaynayan post-Erdoğan dövrünə dair mülahizələr və müzakirələr. Erdoğandan sonra kim gələcək, vəliəhd kimdir? Bu söhbətlərə dair qısa fikirlərimi sizinlə bölüşəcəyəm. Birincisi ondan başlayaq ki, 25 sentyabr görüşündə Amerika Birləşmiş Ştatlarında Amerika prezidenti Donald Trumpla Türkiyə Cümhuriyyətinin prezidenti Erdoğan arasında görüş baş tutdu. Erdoğana yaxın media, hansı ki artıq Türkiyədə əksəriyyəti təşkil edir, hakimiyyət yönlü media bu görüşü çox məhsuldar, çox yaxşı keçmiş bir görüş adlandırdı. Bundan sonra isə NTV kanalının müxbiri Hüseyin Günayın bir videosu yayıldı. O öz başqa bir adamla söhbəti əslində kameralara tuş gəlməməli idi, amma təsadüfən çəkilmiş və bunu yaydılar. Orada deyirdi ki, biraz küçə dilində danışaraq deyirdi ki, bu görüşlərdən heç nə çıxmadı, Türkiyə üzərinə ağır şərtlər qoydular, Hakan Fidanın üzərinə oynayırlar və s. Əslində o adamın dediyi, o jurnalistin dediyi hər kəsə məlum idi və artıq müzakirə olunurdu, belə olduğu bəlli idi. Amma bilirsiniz, bəzi cəmiyyətlərdə təəssüflər olsun ki, həmçinin bugünkü Türkiyədə həqiqəti demək bəzən çox təhlükəli ola bilər. Ona görə də jurnalisti də işdən çıxardılar. Türkiyədə jurnalistlər bilirsiniz, son dövrlərdə ən elə yüngül cəzası işdən çıxarılmaqdır. Bəzən həbsə də atıla bilirlər və Hüseyin Günay da beləcə işindən oldu. Amma əslində onun dediklərini hər kəs bilirdi və daha sonra baş verən hadisələr əslində onun dediklərindən artığını da ortaya çıxardı. İndi isə gəlin məsələlərə bir-bir baxaq, görək nələr baş vermişdi Türkiyədə. Oval ofisdə Trumpla görüşdə hardakı jurnalistlər də toplanmışdılar. Mətbuat açıq hissəsində biz gördük ki, Erdoğan daha susqundur. Erdoğan normalda çox danışan, bəlağətli, çox gözəl nitq sahibi bir siyasətçidir, bilirsiniz. Orada danışmırdı və məsələn Erdoğana Qəzza məsələsi ilə bağlı sual vermədi. Halbuki normal vəziyyətdə ən azından Türkiyədən gələn bir jurnalist mütləq və mütləq Qəzza məsələsinə toxunmalı idi. Amma məlumdur ki, Türkiyədə də artıq hər jurnalist prezidentlə görüşə gedib çıxa bilmir və suallar da qabaqcadan müəyyənləşdirir. Ona görə heç o söhbət də açılmadı və çox danışan Erdoğan çox qısa bir nitqlə kifayətləndi və görünür ki, əsas məsələlər pərdə arxasında müzakirə olunmuş oldu. Və bir jurnalist Donald Trumpa sual verdi ki, Türkiyə üzərindəki sanksiyalar qaldırıla biləcəkmi? O F-35-lər Türkiyəyə verilə bilərmi? Donald Trump dedi ki, bəli, verilə bilər, amma bunun üçün danışıb razılığa gəlməli və razılığa gəlmək də nədir? Özünüz bilirsiniz, bayaq dediyim Hüseyin Günayın açıqlamalarında bililir ki, Türkiyə üzərində ağır şərtlər qoyulub. Bir də onu deyim ki, ümumiyyətlə Katsar sanksiyalarını qaldırmaq, F-35-i vermək və verməmək bu Trumpın öhdəliyində olan məsələ deyil. Bunun üçün konqresdən təsdiq lazımdır. Amerika Birləşmiş Ştatları, Azərbaycan, Türkiyə, Rusiya bu cür tək adam sistemli dövlətlər kimi idarə olunmur. Burada hətta Donald Trump kimi basqın bir prezident belə tək başına qərarları verib nələrsə ləğv edə bilməz. Əgər bir dövlət qarşısında üzərində sanksiya varsa, onu konqres qaldırmalıdır. Əgər bir dövlətə silah satılacaqsa, onu konqres təsdiqləməlidir. Ona görə də Türkiyənin işi əslində tək Donald Trumpdan yox, ümumiyyətlə Amerika dövlətindən, o cümlədən də Amerika konqresindən asılıdır. Bundan başqa məsələn Suriya məsələsinə toxunulduğunu görmədik biz. Halbuki Suriyada hakimiyyət dəyişikliyində Türkiyənin rolu olmuşdu və Erdoğana belə də kredit verirdi Trump, yəni təşəkkür edir və deyir ki, bu sizin sayənizdə baş verib. Amma bundan sonra İsrailin Suriyaya daha kəskin müdaxilələri baş tutdu, hansı ki Türkiyəni təbii ki narahat edir. Amma biz bu məsələyə dair də müzakirələri ən azından açıq pərdə önündə jurnalistlər qarşısında görmədik. Bundan başqa Türkiyəyə qoyulan şərtlərdən biri də o idi ki, Rusiya qazından imtina eləsin Türkiyə. Rusiya qazından Türkiyə 40%-dən çox asılıdır və Rusiya qazı Türkiyəyə çox daha ucuza başa gəlir. Türkiyənin bugünkü ağır iqtisadi durumunda Amerikadan qaz almaq tələbi onun üzərinə qoyulması həqiqətən də çox çətin bir şərtdir. Çünki bilirsiniz, Amerika Birləşmiş Ştatları təsəvvür edin hardadır, Türkiyə hardadır və Amerika Birləşmiş Ştatlarından gələn qaz birinci sıxılır, maye hala çevrilir, sonra okean üzərindən daşınır, gəlib çıxır. Türkiyə bu səfər isə təzədən mayədən qaza çevrilərək istehlakçılara paylanır, istifadəçilərə paylanır. Belə bir proses, uzun nəqliyyat və ümumiyyətlə Amerikada bildiyiniz kimi məhsulların daşınması, gətirilməsi və s. bahadır. Həmçinin də nəqliyyat xərci də uzun olduğu üçün iqtisadçılar deyirlər ki, Amerikadan almaq təbii qazı Türkiyəyə təqribən 1,5-2 dəfə daha baha başa gələ bilər. Hətta bəzi iqtisadçılar daha böyük rəqəmlər göstərir. Halbuki Rusiyadan Türkiyə bunu daha ucuz qiymət ala bilər və yenə də deyirəm, Türkiyə Rusiyadan 42% öz daxili tələbatını 40%-dən çox ödəyir Rus qazı hesabına. Bu necə olacaq, bu da bilinmir. Bundan başqa S-400-lər yadınızdadır ki, 2019-cu ildə hava hücumuna müdafiə sistemlərini Türkiyə Rusiyadan almışdır və buna görə də F-35 proqramından çıxarmışdılar Türkiyəni ki, niyə sən NATO üzvü olublar, Rusiya hava hücumuna müdafiə sistemini almısan. Sonra son həftələr belə bir xəbər yayıldı ki, Rusiya həmin o S-400-lər geri istəyir, çünki onsuz da onu Türkiyə o qədər pul versə də istifadə edə bilməmişdi. İndi Rusiyanın özünün o hava hücumuna müdafiə sistemlərinə ehtiyacı var deyə onu geri istəyir. Amma bilmədim sonra nə oldu, Türkiyə onu geri Rusiyaya satacaqmı? Ümumiyyətlə onu geri satsa Rusiya və Rusiya bilir ki, Ukraynaya qarşı istifadə edəcək, bu qərb tərəfindən necə qarşılanacaq? Amma hələ də F-35 məsələsi də aydınlaşmış deyil. Türkiyənin bu məsələdə də vəziyyəti olduqca qaranlıq olaraq qalır.
Bir də təbii qaz məsələsinə qayıdım. Təbii qazı Türkiyə, Amerika Birləşmiş Ştatlarında ümumiyyətlə nefti qazı Azərbaycandakı kimi dövlət hasil edib, dövlət satmır. Burada Amerikada özəl şirkətlər bu fəaliyyətlə məşğul və Türkiyənin Merkuri şirkəti ilə müqavilə imzaladığı və ya danışıqlar getdiyi bildirilir və həmin Merkuri şirkəti də Türkiyə müxalifətinin dediyinə görə Kipr əsaslı bir şirkətdir. Onlar Cənubi Kiprdə yaradılıblar deyilənə görə və Cənubi Kiprlə də Türkiyənin münasibətləri Kipr problemi üzərindən bilirsiniz ki, olduqca gərgindir. Şimali Kiprdə Türkiyənin öz maraqları var. İndi necə olacaq bu məsələ? Bu da özü başqa bir sual doğuran məsələdir. İndi gələk Hakan Fidanın məsələsinə toxunaq. Bu görüşdən biraz sonra nə vaxt ki, əslində Türkiyə mətbuatı, hökumətə yaxın mətbuat bu görüşləri çox məhsuldar və Türkiyə xarici siyasətinin uğuru, Erdoğanın uğuru kimi təqdim edirdilər. Bir anda Türkiyənin çox təcrübəli siyasətçisi, Xarici İşlər Naziri, keçmiş MİT müstəşarı, Milli Təhlükəsizlik Təşkilatının keçmiş rəhbəri Hakan Fidan çıxdı ortaya və sanki bütün bu mifləri, xülyaları dağıtdı. Bəs dedi ki, bizim üzərimizdəki kaçak sanksiyalar hələ də qalır. Sən demə, Kan uçaqları var idi, təyyarələr vardı, hərbi təyyarələr. Onları deyirlər ki, Türkiyə tamamilə yerli və millidir, motoru da özüdür. Sən demə, həmin o motoru da Amerikadan almaq planlaşdırmışlar və Amerika o motorun da satışına sanksiya qoyub. Sanksiya qoyub deyəndə ki, yəni Konqres onu da buraxmır. Çünki bütün hərbi təyinatlı mallar Amerikadan xaricə ixrac olunursa, burada Konqresin təsdiqi gərəkdir. Sonra deyir ki, F-35'lərimizi də zaten vermirlər. Bilirsiniz ki, Türkiyə bayaq dediyim kimi 6 ədəd F-35'in pulunu vermişdi, amma Konqres bunu buraxmır deyə Türkiyəyə gətirə bilmirlər. Və Hakan Fidan hətta dedi ki, əgər Amerika bizə verməsə motorları, biz alternativ mənbələrə baxacağıq. Siz baxın, bayaqdan Amerika deyir ki, siz qazı da Rusiyadan almayın, gəlin bizdən alın. Amma indi bir tərəfdən də Hakan Fidan deyir ki, bizə Amerika motorları verməsə, biz başqa mənbələrə baxacağıq. Başqa mənbələrdə kim ola bilər? Çin olar ya da Rusiya olar. İkisini də Amerika sevmir. Və belə bir qarışıq məsələdə, vəziyyətdə sual ortaya çıxır ki, Hakan Fidan bunu niyə dedi? Əgər iqtidar bu görüşü yaxşı göstərməyə çalışırdısa, Hakan Fidan çıxıb niyə bu oyunu pozdu? İndi burada iki məsələ meydana çıxır. Ya Hakan Fidan iqtidara qarşı gəlir, çünki bilirsiniz, Erdoğandan sonraki Türkiyədə 3 əsas namizəd var. Birincisi, Bilal Erdoğan da hər bir avtoritar, bilirsiniz, liderin arzusu odur ki, hakimiyyəti öz oğlunu ötürsün. Erdoğan da Bilal Erdoğan'ı ötürmək istəyir. Sonra onun kürəkəni Berat Albayrakdır. Üçüncü namizəd isə Hakan Fidan idi. İndi Hakan Fidan görürsən burada belə bir oyun mu oynayır? Yoxsa bizim çox təcrübəli bildiyimiz Hakan Fidan sadəcə xamlıq eləyib, xarici siyasətdə çox da anlayış göstərməyib, belə bir lazımsız açıqlamanı lazımsız vaxta verib. Hansı ki, bu da sual doğurur, çünki bilirsiniz, Hakan Fidan kimi təcrübəli bir adam bunu elə bilməzdi. Hakan Fidan ümumiyyətlə çox zəngin təcrübəyə malik bir insan. Mən onu biraz Azərbaycanda müəyyən qədər Heydər Əliyevə oxşadıram, çünki o dediyi sözü boş yerə deməz, etdiyi hərəkəti boş yerə eləməz. Əslində Hakan Fidan biraz da biz konfliktli adamdır Erdoğan cəhətdən. Xatırlayırsınızsa, hələ 2015-ci ildə o deyilir ki, Erdoğanın razılığı olmadan Davutoğlu ilə, o vaxtı Davutoğlu Erdoğanın komandasındaydı. Davutoğlu ilə sövdələşib MİT müstəşarlığı görəvindən, vəzifəsindən istefa vermişdi ki, oradan geçsin parlamentə. Parlamentdən də istəyir ki, gələcəkdə baş nazir olsun, sonra da Türkiyədə hakimiyyətə gəlsin. Belə deyirlər ki, planları var idi. Erdoğan da bunu eşidib, heç xoşu gəlməyib bu plandan. Onu təzədən qaytarmışdı MİT müstəşarlığına. Amma ondan sonra bu 15 iyunda çevriliş cəhdi və s. oldu. Hakan Fidan hakimiyyətə lazım idi. Sanki bu söhbət biraz unuduldu. Amma indi də yenə görünür ki, Hakan Fidan biraz iqtidarın xoşuna gəlməyəcək şeylər edir. Amma əslində bunun səbəbi nədir? Düzü, onu bilməkdə çətinlik çəkilir. Bu dediyim hamısı spekulyasiyalardır. Görəsən, Hakan Fidan özü mü öz hakimiyyət oyununu qurur və Erdoğandan sonraki Türkiyədə öz rolunu bu cür necəsə plan qurub möhkəmlətməyə çalışır. İstənilən halda Hakan Fidanın bu fikirləri bir çox miflərin üstünü dağıtdı. Çünki Türkiyə hakimiyyəti demişdi ki, əslində bu Kan təyyarələri tamamilə yerli və millidir və oradakı motorlar da, mühərriklər də Türkiyə istehsalıdır. Sonra ortaya çıxdı ki, sən demə, bir Kan uçurtmuşdular. Onun motoru belə F-16'dan götürmə motoruymuş, yalandan uçurtmaq üçün ortaya qoymuşdular və bilirsiniz 2023-cü ildə seçkilərdə də Türkiyə vətəndaşlarının əsas aldadıldığı məsələ oldu ki, bizim öz yerli təyyarəmiz, hərbi təyyarəmiz olacaq və tamamilə yerli məhsul olacaq. Bütün hissələri, o cümlədən mühərriki də və insanlar da səs verirlər. İndi isə ortaya çıxır ki, sən demə, ən azından motoru Amerikadan alırlar və Amerika motor vermədiyi üçün əslində Kan hələ də istehsal oluna bilmir, havaya qalxa bilmir və söz vermişlər ki, 2028-ci ildə Türk Silahlı Qüvvələrinə 20 ədəd Kan təyyarəsi veriləcək. Deməli, o prosesdə baş tutmur. Üstəlik 48 dənəsini hələ İndoneziyaya satmağa da razılaşmışdılar. Deməli, o da olmayacaq. Bir Kan təyyarəsi üçün 2 dənə F-110 motoru lazımdır. Və onu da Amerika vermir. Və Hakan Fidan dedi ki, biz alternativə baxarıq, amma alternativə necə baxırsınız? Bir halda ki, sizdə hətta Rusiyanın təbii qazından imtina etmə söhbəti gedir. O zaman motoru gedib Rusiyadan və ya Çindən, Rusiyanın heç düşünməməli texnologiyasını, amma Çindən və ya başqa yerdən ala bilərsinizmi? Bilirsiniz, Türkiyə iqtidarında olur tez-tez belə məsələlər. Hələ 7 il əvvəl demişdilər ki, biz elektrikli traktor istehsal edəcəyik və fermerlərimiz, kəndlilərimiz ucuz qiymətə yanacaq və çox da xərc çəkmədən öz traktorlarımızla öz torpaqlarımızı belə deyək,
işləyə biləcəklər və onların maliyyə xərcləri azalacaq, beləliklə ölkədə ucuzlaşma olacaq və s. və s. Belə bir vəd verilmişdi. Hətta Erdoğan qaloş geyinib gedib traktorun qabağında şəkildə çəkmişdi. Sonra o traktordan da xəbər çıxmadı. Hər seçkidən qabaq deyirlər ki, biz Qaradənizdən qaz tapmışıq. Sonuncu dəfə demişlər ki, 1 trilyon, 1 milyard yox, 1 trilyon dollar dəyərində qaz tapılıbdı. Bəs bu Türkiyənin bütün tələbatını qarşılayacaqdır. O qazdan da bir xəbər çıxmır. Hər dəfə seçkidən qabaq Türkiyədə qaz tapırlar, amma sonra təbii qaz necəsə yoxa çıxır. İndi sən demə ortaya çıxır ki, bu kan məsələsində də belə bir aldatmaca var imiş. Buna görə də insanlar çox narazıdırlar və kəskin müzakirələr gedir. Bilirsiniz, Türkiyə də artıq çox qapalı cəmiyyətə keçib, azad mətbuat orada da boğulur. Məsələn, Fatih Altaylı kimi bir insan artıq 3 ayda həbsdədir və mən eşitdim ki, Engin Erol, Türkiyə ana müxalifət CHP-nin başqanı, ona yumruq atan şəxs təzəlikcə çox qısa bir müddətdən sonra azadlığa buraxıldı, amma Fatih Altaylının bir ifadəsini götürüblər, oradan belə çıxarıblar ki, sən demə o prezidenti sui-qəsdlə təhdid edir və ona cinayət işi başladılar və artıq 3 aydan çoxdur ki, həbsdədir. Belə bir cəmiyyətdə bilirsiniz, məlumat şəffaflığı yoxdur. Erdoğanın sarayı çox qapalıdır, ətraflı məlumat ötürmür. Ona görə də çox belə qəribə, müxtəlif səsli spekulyasiyalar ətrafa yayılmaqdadır və bunun hansına inanmalıyıq, əslində bilmək çətindir. Amma görünən odur ki, bugün həm Erdoğanın öz ailəsində normaldır, artıq onun 70-dən çox yaşı var, Erdoğanın heç kim əbədi deyil. Ondan sonraki dövrə hazırlıq gedir və Erdoğan yəqin ki, öz oğlunu öz vəzifəsinə hazırlayır. Buna iqtidar da hazırlaşır, müxalifət də hazırlaşır və iqtidar daxilindəki çevrələr də hazırlaşır və Hakan Fidan, Bilal Erdoğan, Berat Albayrak və başqaları arasındakı bu ziddiyyətlər getdikcə gün üzərinə çıxır və bizi gələcəkdə daha da maraqlı hadisələr gözləyir. Amma nə olursa olsun biz arzu edirik ki, Türkiyə üçün hər şeyin ən yaxşısını olacaq. Çünki Türkiyə Azərbaycanın arxası dayağı, bizim hər zamanki dəstəkçimiz, bizim sonuncu müzəffər olduğumuz Qarabağ müharibəsinin əsas dəstəkçilərindən biridir və heç bir hakimiyyət, heç bir iqtidar sonsuz deyil. Əlbəttə ki, bir gün bütün iqtidarlar dəyişəcək və Rəcəb Tayyip Erdoğan hakimiyyəti də başqa bir iqtidarla əvəz olunacaq. Amma nə olursa olsun, biz Azərbaycanlılar ən azından Qarabağ məsələsində bizə göstərdiyi həqiqi qardaş dəstəyinə görə AKP iqtidarına və Erdoğana, şəxsən Erdoğana minnətdar olmaqda davam edəcəyik. Amma vəziyyət də olduğunda qalır, bizə gələ həqiqətlər deyək ki, Türkiyənin belə daxili həm xarici olduqca çalxalanır və müxalifət üzərində, mətbuat üzərində baskılar getdikcə artır. Bundan sonra nə olacaq, onu zaman göstərəcək. Amma mən yenə də deyirəm, arzu edirəm ki, nə olacaqsa olsun, Türkiyəmiz üçün ən xeyirlisi olsun. Belə, bu əsas 3 məsələ barədə öz qısa mülahizələrimi paylaşdım, suallarımı, beynimdə olan sualları sizinlə də paylaşdım. Yəqin ki, siz də düşünərsiniz bu barədə, fikriniz varsa rəylərdə yazarsınız. Məni izləyin, rəy yazın, rəylərdə söhbət eləyək, müzakirə eləyək və vaxtınıza görə çox sağ olun. Sizinlə danışmaq hər zaman çox xoşdur. Yaşasın Azərbaycan və yaşasın Türkiyə.